Özgüvəni olmayan uşaq bir çox psixoloji, sosial və akademik problemlər yaşar. Belə uşaq digərlərlə ünsiyyət qurmaqdan çətinlik çəkir, qrup fəaliyyətlərindən uzaq durur, özlərinə dəyərləri aşağı olduqları üçün, özlərinə güvənmədikləri üçün dərslərə cavab verməyə təşəbbüs göstərmirlər. İmtahanlarda öz potensiallarına uyğun nəticə göstərmirlər, zəif çıxış edirlər, digərlərinin təsiri altına daha tez düşürlər, başqalarının fikirlərindən asılı olurlar, özlərinə güvənmədikləri üçün davamlı tərəddüd yaşarlar. Mənim də 13 yaşında oğlum özəl məktəbdə oxumasına baxmayaraq bütün bu problemləri yaşayıb və mən oğluma dəstək olmaq üçün bir çox psixoloqlarla görüşdüm. Şükürlər olsun, bugün artıq bu problemi həll etmişik. Ancaq istəyirəm ki, bir çox analarımıza, məhz bu problemlərlə qarşılaşan analarımıza bir neçə məsləhətlər verim. Övladınıza sevgini şərtsiz hiss etdirin. Onu uğurlarına görə deyil, varlığına görə sevdiyini tez-tez deyin. Övladınızı heç vaxt başqalarıyla müqayisə etməyin. Onu ancaq özünün əvvəlki versiyası ilə müqayisə edin. Misal üçün, sən get-gedə daha da yaxşı inkişaf edirsən deyin. Bacardığı işlərə görə ona etibar edin. Ailə daxili qərarlarda onun da fikrini sorğulayın. Bu, onun özünü dəyərli hiss etməsinə kömək edəcək. Övladınızın bacarıqlarını kəşf edin. Onun idman, musiqi, texnologiya, rəsm, nəyi sevdiyini müşahidə edin və ona dəstək olun. Uğur hissi özünə güvən artırır. Övladınızı danışmaq istəyəndə onun sözünü kəsmədən dinləyin, tənqid etmədən anlayın. Səni anlayıram sözü bəzən böyük möcüzələr yaradır. Övladınızla danışanda daima leksikonunuzda pozitiv sözlərdən istifadə edin. Sənə güvənirəm, sən bacaracaqsan, sənə inanıram, sənin fikrin mənim üçün önəmlidir. Bu övladınızda çox böyük güvən yaradacaq. Bütün uğurlarını qeyd edin, hətta kiçik nailiyyətlərini belə tərifləyin. Maşallah, mən bilirdim ki, sən bacarırsan, bacaracaqsan, bu səni daha da gücləndirəcək deyə sözlərdən istifadə edin. Əziz analarımız, bunlardan ən önəmlisi isə siz övladınızın güzgüsüsünüz. Unutmayın ki, övladınızın sizdə gördüyü dəyər onun özünə baxışını formalaşdırır.